Həzrəti Musa Allah'tan soruşur, Musa Kəlimullah Allah'tan soruşur ki, sənin insan olmağın mümkün deyildi, sən Allahsan. Allah insan ola bilməz ki, Allah Allah'dır. Deyir, amma qeyri-mümkün də olsa fərz eləyək. Peyğəmbər də Allahla danışır. Fərz eləyək ki, sən insan timsalında yerə ensəydin, misal üçün, ki, mümkünsüz bir şeydir. Fərz eləyək. İnsan timsalında, insan vücudunda yerə ensəydin, nə iş görərdin? Allah cavab verir ki, əgər belə olsaydı, mən insanlara xidmət eləyərdim. Yəni, Allahın Allahlığının da təcəllası insanlara xidmətdir. İnsanların xidmətində dayanmaqdır. Və olduqca ləzzətli bir həyatdır. Xidmətdə keçən həyat zövq verir, adamı təmizləyir, paklayır. Bir addım atın kimin üçünsə, görün nə qədər ləzzətli olur həyat.